Dostlar, salam, xoş gördük hər birinizi növbəti video dərsimizdə. Biz bugün 4-cü sinif dərsliyi üzrə, yəni 4-cü sinif bazası üzrə, dərsliyi üzrə, dil qaydaları üzrə təkrar edəcəyik. 4-cü sinifdə öyrəndiklərimizi təkrar edəcəyik. Siz də bizimlə 4-cü sinif biliklərinizi təkmilləşdirmək, bilmədiklərinizi öyrənmək istəyirsinizsə, buyurun başlayaq. Deməli, başladıq. Qeyd olunur ki, verilmiş sözlərə sinonim olan sözlər tapın. Sinonim nədir? Nədir dostlar sinonim bilirsiniz? Sinonim sözlər yaxın mənalı sözlər deməkdir. Yəni, deyilişi və yazılışı müxtəlif olub, mənaları eyni və ya yaxın olan sözlərdir. Gənc, necə olar? Cavan, düzdürmü? Gənc, cavan. Bəs qalın yazır, eybi yoxdur, zərər yoxdur. Gözəl, göyçək, qəşəng. Oturmaq, əyləşmək. Yeni, təzə. Dostlar, qeyd etmək istəyirəm ki, sinonim sözlər eyni nitq hissəsinə aid olur. Gənc sözü sifətdir, cavan sözü də sifətdir, gözəl sözü sifətdir, qəşəng sözü də sifətdir. Oturmaq feildir, əyləşmək də feildir. Təzə, yeni sözlər isə sifətdir. Diqqət edirsinizsə, suallar da eynidir. Necə gənc, necə cavan, necə gözəl, necə qəşəng və s. Antonim cütlüklərdən biri səhvdir. Antonim necə olur dostlar? Deyilişi və yazılışı müxtəlif olub, mənaları bir-birinə əks olan sözlərə antonim sözlər deyilir. Biz onları indiyə qədər 4-cü sinifə qədər əks mənalı sözlər başlığı altında öyrənmişik. Deməli, biz bir-bir sözlərə baxacağıq. Görək hansı antonim cütlük deyil. Çünki bizdən səhv istəyir. Qoca, cavan antonim cütlükdür. Dadlı, dadsız. Gülmək, ağlamaq antonimdir. Az, çox antonimdir. Dadlı, dadsız niyə antonim deyil? Çünki biz 4-cü sinif qaydalarında öyrənmişik ki, dostlar, əgər sözlər şəkilçi vasitəsilə bir-birinə əks məna ifadə edirsə, yəni kökləri eynidir, amma şəkilçidən sonra bir-birinə mənalı, zidlik təşkil edirsə, bu sözləri biz antonim götürmürdük. Dadlı, dadsız sözün kökü birdir, ancaq mənalar bir-birinə əks olsa da şəkilçinin köməyi ilə, yəni bu əks mənalılıq yaranıb. Ona görə dadlı, dadsız sözü bir-birinə əks mənalı söz, antonim söz hesab edilmir. Hansı termindir? Bəs termin nə idi? Müxtəlif elm sahələrinə aid sözlər idi. Qapı, qəbul, orbit, Azərbaycan dili. Burada orbit sözü informatikaya aid, informatika yox, astronomiyaya aid termindir. Yəni, səma cisimlərindən bəhsilir. Hansı bənddə inək sözünün leksik mənası verilib? Leksik məna. İsim onun qrammatik mənasıdır. İnək yöndəmsiz adam demək deyil. İnək ev heyvanı, inək buzov. İnək buzov burada artıq onun balasıdır. Yəni, leksik mənaya uyğun deyil. Amma inəyin ev heyvanı olması onun leksik mənası kimi götürülə bilər. Axşamüstü boran lap sakitləşdi cümləsində leksik mənası olmayan söz hansıdır? Dostlar, biz öyrənmişik ki, o sözlərin leksik mənası yoxdur ki, onlar köməkçi nitq hissələrdir. Çünki əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası var. Burada köməkçi nitq hissəsi lap sözdür. Hansı mürəkkəb ad səhv yazılmışdır? Zəfər günü, Xəlil Rza Ulutürk, Yeni il bayramı, Xudafərin körpüsü. Xüsusi günlərdə günü sözü böyük hərflə yazılır. Məsəl üçün, 8 mart beynəlxalq qadınlar günü. Orada günün sözü böyüklə yazılır. Yəni, xüsusi günlərdə. Bu doğru yazılışdır. Yəni, Xəlil Rza Ulutürk doğru yazılışdır. Böyük şair. Yeni il bayramı, bayram kiçiklə yazılmalı, doğrudur. Xudafərin körpüsü, Ç burada böyüklə yazılmalı deyil, kiçiklə yazılmalıdır. Bağlayıcı hansı suala cavab verir? Dostlar, biz bilirik ki, köməkçi nitq hissələrindən biri olan bağlayıcılar hər hansısa bir suala cavab vermir. Bağlayıcılar heç bir suala cavab vermir. Biri köməkçi nitq hissəsidir. Üzüm, üçün, ülgüc, üzüc. Təbii ki, üçün sözü köməkçi nitq hissəsidir, qoşmadır. Hansını həm əsas, həm də köməkçi nitq hissəsi kimi düşünmək olar? Davam edək PDF-i. Deməli, qeyd olunur ki, hansını həm əsas, həm də köməkçi nitq hissəsi kimi düşünmək olar? Üçün ilə tək ötürü.
Tək sözdür dostlar. Tək sözünü müxtəlif mənalarda düşünmək olar. Həm qoşma kimi düşünmək olar. Məsələn, mən evə tək getdim. Necə getdim? Tək getdim, yalnız getdim mənasında. Sifət kimi də düşünmək olar. Məsələn, tək sən gəl, bir sən gəl, yalnız sən gəl. Yəni müxtəlif nitq hissələrinə aid ola bilər. Yerinə görə əsas, yerinə görə köməkçi nitq hissəsi ola bilər. Hansı variantdakı sözlərin yalnız qrammatik mənası var? Deməli biz nəyə axtarırıq? Köməkçi nitq hissələrini. Dirijor, sertifikat, əsas nitq hissələri də baxın bunların hər birində, amma əlbəttə və şübhəsiz modal sözdür. Modal sözlərin isə yalnız qrammatik mənası var. Çünki onlar köməkçi nitq hissəsidir. Hansı söz ədatdır? Lab, sarı, savayı ilə. Təbii ki, lab qüvvətləndirici ədatdır. Hansı mürəkkəb addır? Əsərin müəllifi ağacın kölgəsi, səhərin küləyi, Mikail Müşfiq. Təbii ki, Mikail Müşfiq şairimiz mürəkkəb addır. Hansılar modal sözlərdir? Əlbəttə, bəs, sarı, olmaya. Təbii ki, əlbəttə. Bir də olmaya dostlar, modal sözlərdir. 1 və 4 cavabımız olacaq D variantı. Hansı qoşmanın yazılışı doğru deyil? Deməli, evə qədər yolu dəş sənin kimi onun haqqında. Yola dəş dostlar. Biz öyrənmişik ki, bir hecalı qoşmalar sözlərə birləşik yazılır. Cavab ona görə də olacaq B variantı. Çünki orada birləşik yazılmalı idi. Hansı ifadə məcazi mənadadır? Görünən buludlar, nənənin nağılı, yarpaqların pıçıltısı, suyun səsi. Təbii ki, yarpaqların pıçıltısı dostlar məcazi mənadadır. Hansı variantda sözlərin hər ikisinin həm leksik, həm də qrammatik mənası var? Əgər həm leksik olsun, həm qrammatik olsun deyirsiniz, deməli bizdən əsas nitq hissəsi istəyir, amma və köməkçi nitq hissəsi olmaz. Çörək ana olar, kitab ilə bağlayıcı da olmaz, qədər axı olmaz. Cavab çörək və ana. Bu sözlər əsas nitq hissəsi isimdir. İsimlərin isə həm leksik, həm də qrammatik mənası var. Davam edək. Küçə sözünün qrammatik mənasına aid olmayan fikir. İsimdir, ümumidir, cingiltili samitlə başlayır, hara sualına cavab verir. Dostlar, küçə sözünün ümumi qrammatik mənasına aid olmamağı, onun cingiltili samitlə başlamağı, ümumiyyətlə cingiltili samitlə başlamır, fikir öz-özlüyündə səhvdir. Yanaşı olaraq da onun səslərlə bağlı olan fikri onun qrammatik mənasına aid ola bilməz. Fonetik təhlildə verilir bu. Davam edək. Hara sualına cavab vermək, ümumi olmaq, isim olmaq isə onun qrammatik mənasına aiddir. Davam edirik. Aha. Hansı birləşmədə məsafə qoşması var? Mənə görə uğur ilə sənin üçün yola qədər. Baxın, yola qədər. Buradakı məsafəni artıq biz qoşmalı söz dediyimiz zaman onu təsəvvür edə bilirik ki, yola qədər müəyyən bir məsafə var, yer anlayışı var. Hansı qoşmanın yazılışı doğru deyil? Evəcən sənin üçün quş tək uğrunda. Burada dostlar, quş tək doğru yazılmayıb, çünki bir hecalı qoşmalar birləşik yazılmalıdır. Mürəkkəb feillər neçə cür yazılır? Biz öyrənmişik ki, mürəkkəb feillər 2 cür yazılır. Birləşik yazılır, üzr istəyirəm, defislə yazılır, bir də ayrı yazılır. Məsəl üçün, defislə yazılanlara nə demək olar? Gülüb əylənmək. Ayrı yazılanlara, məsələn, dost, tanış olmaq və s. Omonim olan sözü seçin. Omonim sözlər deyilişi və yazılışı eyni olub, mənaları müxtəlif olan sözlərdir. Yəni, tamamilə bir-birindən fərqlənən. Qeyd etmək istəyirəm ki, bu qaydalar omonim söz başlığı altına, yəni bu şəkildə 4-cü sinifdə keçirilir. Hər biri 4-cü sinifin bazasına daxildir. Yəni, omonim söz anlayışı elə omonim olaraq da 4-cü sinifdə öyrənilir. Mürəkkəb feillər 4-cü sinifdə öyrənilir. Qoşmalar, modal sözlər 4-cü sinifin bazasına daxildir. Omonim olan sözü seçin. Burada çox adam gedir, nəyə götürüb? Başı. Baş sözü, dostlar, çox mənalı sözdür. Omonim deyil. Bunu bir qayda olaraq yadınızda saxlayın. Gələcəkdə dəyişiklik baş verməzsə, hələ ki, bu cür götürülür ki, yəni baş sözü omonim deyil, çox mənalı sözdür. Amma ləpə sözü bir var qoz ləpəsi, bir də var dənizin ləpələri, dalğaları mənasında omonim olan sözdür. Yuxarı sözünün antonimi aşağı şəklində olacaq. Sonra hansı variantdakı sözlər antonim deyil? Quru, yağışlı, müharibə, ağıllı, ağılsız, acı, şirin. Bayaqki tipdə sualdır. Burada isə ağıllı, ağılsız olacaq. Çünki kökü eynidir, ağıl sözüdür. Çəkilsin kömək ilə məcazi zid məna yaradır bir-birinə.
Sonra hansı köməkçi nitq hissəsi cümlədə vergül ilə fərqləndirilir? Təbii ki, modal sözlər cümlənin əvvəlində gələrsə özündən sonra, cümlənin ortasında gələrsə hər iki tərəfindən, cümlənin sonunda gələrsə özündən əvvəl vergül tələb eləyir bir qayda olaraq. Verilmiş sözlər hansı nitq hissəsinə aiddir? Bəlkə də, əlbəttə, yəqin, baxan kimi görürük ki, biz onlar modal sözlərdir. Tərəf qoşması hansı cümlədəki qoşmanı əvəz edə bilər? Tərəf. Yerinə qoyub yoxlayacağıq. Canavar ovuna sarı addımlayır. Deyə bilərəm, canavar ovuna tərəf addımlayır. Deyə bilərəm. Deməli, əvəz eləyə bilər. Konsert axşama qədər davam etdi. Deyə bilərəm, konsert axşama tərəf davam etdi. Kimsə deyər ki, ay müəllimə, işlədirlər də axşama tərəf. İşlədirlər. Amma sən burada qədərin yerinə tərəf qoyub məna uyğunluğu yarada bilirsənmi? Xeyr. Deməli, qoya bilməzsən. Ana balasından ötürü özünü oda atar. Oxuya bilmədim. Ana balasından ötürü özünü oda atar. Deyə bilərəm, ana balasından tərəf özünü oda atar. Xeyr. Səndən başqa tədbirə gecikən olmadı. Səndən tərəf tədbirə gecikən olmadı. Demək olar, olmaz. Olmazsa niyə zorla bunu olmağa çalışaq ki? 27-ci sualla davam edəcəyik növbəti videoda. Ona görə də videolarımızı izləməyə davam edin. Yeni videolardan, bildirişlərdən xəbərdar olmaq üçün kanala abunə olun, videoları bəyənin və paylaşın. Sizinlə mən idim, İncəgül müəllimə İsmailova. Sağ olun.